Videoda sizə Notebook Elm alətindən istifadə edərək dərsə necə hazırlaşdığımı göstərəcəm. Nümunə olaraq riyaziyyat fənninin 4-cü sinifi üzrə çevrə mövzusu üçün resursların hazırlanmasını izah edəcəm. İlk olaraq Rəqəmsal Məktəb platformasında Notebook Elm alətinə keçid edirəm. Mövzunun elektron versiyasına aid keçid linkini və izah edici videonu axtarış bölməsinə daxil edirəm. Sistem qısa müddətdə mövzu üzrə xülasə hazırlayır. Eyni zamanda mövzu ilə bağlı suallar da təqdim olunur. Bu suallar dərsin izahı zamanı müəllimə əlavə dəstək verə bilər. Faydalı hesab etdiyim xülasəni yadda saxlayaraq qeyd kimi əlavə edirəm. Burada həmçinin mövzunun möhkəmləndirilməsi üçün tapşırıqlar da təqdim olunur. Növbəti mərhələdə isə alətə müxtəlif tədris resurslarının hazırlanması üçün sorğu veririk. Bu resurslara audio icmal, video icmal, slayd təsti, zehin xəritəsi, hesabat, öyrədici kartlar, quiz, infografika və data cədvəli daxildir. Qeyd eləyək ki, bu resurslar dərsin izahında qiymətləndirmənin təşkilində, mövzunun möhkəmləndirilməsində və digər tədris məqsədləri üçün geniş istifadə oluna bilər. Audio və video icmallar şagirdlərin mövzunu həm səsli, həm də vizual şəkildə daha aydın mənimsəməsinə kömək eləyir. Siz heç fərqindəsinizmi ki, vaxtilə məktəbdə çətinliklə öyrəndiyiniz və bəlkə də çoxdan unutduğunuz o 4-cü sinif riyaziyyatı əslində bu dəqiqə cibinizdəki smartfonu idarə edir. Xoş gəldiniz bu dəfəki dərin təhlilimizə. Salam, gəlin bugün çox maraqlı bir fiqurla tanış olaq, çevrə ilə. Diqqətlə bu fiqurlara baxın. Sizcə hansı digərlərindən seçilir? Hesabatlar bölməsində isə müəllim dərsin məqsədinə uyğun sənədlər hazırlaya bilər. Öyrədici kartlar mövzunun möhkəmləndirilməsi və şagirdlərin qiymətləndirilməsi üçün effektiv vasitədir. Quiz bölməsi isə çevrə mövzusuna aid testlər təqdim edir ki, bu da şagirdlərin biliklərini yoxlamaq və qiymətləndirmə aparmaq üçün olduqca faydalıdır. İnfografikalar çevrə və diametr anlayışlarını vizual şəkildə izah edir və nümunələr üzərində təqdim edir. Bu tip materiallar xüsusilə ümumiləşdirici dərslərdə çox faydalıdır. Data cədvəli isə fərqli yanaşma təqdim eləyərək mövzu üzrə nümunələri və onların hesablama üsullarını sistemli şəkildə göstərir. Beləliklə, Notebook Elm aləti ilə çevrə mövzusu üzrə dərsinizi daha effektiv planlaşdıraraq şagirdlər üçün maraqlı və anlaşılan öyrənmə mühiti yarada bilərsiniz.